Dünya yaranandan bəri hər birinizi düşündürən o sualın cavabı ilə gəlmişəm. Qadınlar nə istəyir? Kişilər nə düşünür? Qadın kimi düşün, kişi kimi davran kitabında Steve Harvey bu suallara cavab axtarır. Qadın kimi davran, kişi kimi düşün sadəcə bir kitab deyil. Hər iki tərəfi düşündürən bir güzgüdür. Növbəti kitab Sevginin 5 dili. Gary Chapmanın bu kitabı qadın və kişi münasibətlərində, ailə münasibətlərində verdiyimiz kobud səhvlər və onların nəticələrindən bəhs edir. Hamınıza məlumdur ki, çox nadir hallarda kişi və qadın eyni emosional dildə danışır. Sevgi qabı və onu necə doldurmaq lazım olduğundan ətraflı söhbət açılır. Kitabda sevgi dili nədir bilməyənlər üçün kiçik testlər də verilib və bir çoxunun həyatında yaşadığı, amma çoxlarının bilmədiyi o vəziyyət. Sevmədiyiniz insanı necə sevmək olar? Bir-birini tanımaq ərəfəsində olan və yaxud da evlənməyi planlaşdıran cütlüklər üçün, eyni zamanda ailəsində müəyyən problemlər olan və buna heç cür cavab tapa bilməyən ailələr üçün tapıntı dəyərində 2 kitab.